Balkən rayonu Türü kəndində İmambulaq adlanan ərazidə yerləşən bu çöl torpağı var ha. Məncə gələcək üçün çox maraqlı bir investisiya variantıdır. Məncə ekranlara daha yaxın əyləşin. Bugün gəlib həmin əraziyə yenidən baxırıq. Açığı belə torpaqlarda əsas məsələ təkcə sahə deyil. Yerləşmə, su və torpağın məhsuldarlığı hər şey dəyişir. Burada ümumilikdə 1 hektara yaxın torpaq sahəsi satılır. Yəni hazırda içərisində qarğıdalı da əkilib. Yəni torpaq boş vəziyyətdə deyil, artıq istifadə olunur. Hətta əlavə olaraq silitra, yəni dərmanlama işləri də görülüb. Bir detal da var ki, əkinçiliklə məşğul olanlar bunu daha yaxşı anlayır. Videoda kolluğa görə tam seçilməsə də torpağın düz kənarından su arxı keçir. Bu isə o deməkdir ki, su məsələsində ciddi bir üstünlüyünüz də var. Tülü tərəfin torpaqları ümumiyyətcə məhsuldarlığı ilə seçilir. Suçuq ərazi olduğuna görə burada əkin daha rahat olur və torpaq digər çöl sahələri ilə müqayisədə daha əlverişli hesab edilir. Əraziyə giriş də rahatdır, maşın yolu ayrıca mövcuddur və rahat şəkildə gedib gəlmək mümkündür. Məncə belə bir torpaq həm əkin biçin üçün, həm də uzun müddətli yatırım üçün çox maraqlı bir variantdır. Çünki bu tip məhsuldar sahələr adətən illər keçdikcə daha da dəyər qazanır. Qiymət isə razılaşma yolu ilə təklif olunur. Əgər torpağı yerinə baxmaq istəyirsinizsə, aşağıdakı əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Və əlavə olaraq, əgər sizin də satmaq istədiyiniz torpaq, ev və ya obyekt varsa fərq etmir. Onu daha peşəkar və diqqət çəkən təqdimatla insanlara çatdırmaq üçün bizə müraciət edə bilərsiniz.